Hərə bir mövzu seçib nəzmə çəkir, mən də dedim, Əli haqqında yazım, eşq adına xidmət edim. Ta əzəldən bu zərif mətləbə diqqət yönəlib, Əli İbni Əbu Talib necə dünyaya gəlib. Fatimə binti Əsəd, şəhri Rəcəb, gündə cümə, tavaf etsin deyə evdən çölə çıxmışdı demə. Qəflətən ağrı tutur, Kəbəyə doğru yol alır, edir Allah həmin an möcüzə divar yarılır. Ana bətnində uşaqla hərəmə daxil olur, o müqəddəs yerə rəhmət, bərəkət nazil olur. Budur Allahın evi, Kəbədə göz açdı Əli, gəlişi ilə cahana, aləmə nur saçdı Əli. Hələ Beytül Hərəmi Fatimə tərk eyləməmiş, necə övlad doğulub, məğzini dərk eyləməmiş. O mübarək vücuda Kəbədə lütf etdi Xuda, uşağın ismin Əli qoy deyə yüksəldi səda. O Əli ki, sürəcək ömrünü parlaq və təmiz, olacaq Əhmədə hər mənada qardaş tək əziz. Rəsulullahın həyat yoldaşı Həzrət Xədicə, necə ilk iman edən kəsdir Əli də eləcə. O nübüvvət qoxusun hiss edən ilk insan olub, onun imanı da Peyğəmbərə ilk iman olub. Yeni qoymuşdu qədəm 10 yaşına, ismi gözəl, hətta qılmışdı namaz Məkkədə hər kəsdən əzəl. Bu özəl xislət ona lütf idi, bir ehsan idi, həm ona tərbiyəçi, pak, seçilən insan idi. Beləcə gəncliyini sürdü ibadətlə Əli, yetdi qüdrət çağına, güc və cəsarətlə Əli. Gecə gündüz qoruyub dininə mərdana kimi, dolanardı Rəsulun başına pərvana kimi. Bir gecə Məkkəlilər gizlicə qurmuşdu plan, Allahın elçisini öldürələr yatdığı an. Amma kafirlərin idbar əməlin Allah ona hizzət et əmrini verməklə edir agah ona. Bizə bu hadisə haqqında yazır ali kitab, uca Allah onların hiləsinə verdi cavab. Bu ki bir ayədir, Allah kəlamın tutma ucuz. Suratul Ənfal aç, eylə nəzər, ayə 30. Nəbi Allah suiqəst haqda xəbərdarlıq edir, Əli Peyğəmbər üçün gör nə fədakarlıq edir. Gecə zülmətdə onun tək yatağında uzanır, evə gircək Qüreyş kafiri şaşqın dayanır. Ki yatan kəs Əlidir, evdə deyil xətmi Rəsul, belə bir təhlükəyə cürət edər hansı oğul. Edən əlbəttə Əlidir belə müthiş bir işi, yox ona bənzər olan qeyri cəsarətli kişi. Yox əgər şək eləsən bu Əli olmaz heç vaxt, Bəqərə surəsi ayə 207-yə bax. O zaman baş verən hər qəzvədə olmuşdur Əli, özü də hər zaman öncərgədə olmuşdur Əli. Gəl onun mən sənə bir-bir zəfərindən danışım, hünərindən, vüqarından, təpərindən danışım. O Bədirdə elə bir ad eləmişdir ki Xuda, deyib Əhsən Əliyə verdi ləqəb Şir Xuda. Ühud haqqında deyim, diqqət ilə eylə nəzər, gör ağam Heydər Kərrar necə göstərdi hünər, indi göydən yerə Cibril tərəfindən bu şüar, nə Əlinin, nə də ol Zülfüqarın bənzəri var. Dərin iz qoydu o gün tarixi Xəndək döyüşü, yeniyetmə Əli və Pəhləvan Əmrin görüşü. Kafərin şaha qəzəb versə də iyrənc əməli, siyirib Zülfüqarı vurmadı, səbr etdi Əli. Çün onun davası pərverdigara xatir idi, yoxsa ilk anda da məhv eyləməyə qadir idi. Azacıq var gəl edib zərbəsini indirdi ona, o haramzada kəsin ömrünü çatdırdı sona. Bu dəm Allah Rəsulu nitqi cəmaətdən uca, vurulan zərbə dedi külli ibadətdən uca. Necə məth eyləməyim mən Əbu Talib balasın, Allah ol şəxs ilə fəth eylədi Xeybər qalasın. Hələ Xeybərdə döyüş başlamağa vardı zaman, Əliyə verdi zəfər bayrağını fəxri cahan. Cəngi gircək gətirirlər zəyə meydanı Əli, zərbə vurmazdı hədər Allahın aslanı Əli. Öyünən yahudilər düçar olur dərd sərə, ki Əli haris ilə mərhəbi sərmişdi yerə. O zaman güc Əlidə açdı öz əndazəsini, qoparıb Xeybərin atdı yerə dərvazəsini. Beləliklə Əliyə qarşı tərəf məğlub olur, o alınmaz qalanı fəthiləmək mənsub olur. Əli haqdır deyə hər bir döyüşün qalibidir, bilir hər kəs bunu Mövlam nə hünər sahibidir. Belinə dəst zirək göyməyi bilməzdi gərək, çünki düşmənləri heç vaxtı çevirməzdi kürək. Hələ bu harəsidir,
Var Əlidə öylə məqam, nə fəzilətdir o dərk eyləyə bilməz bir adam. Elə bir kəsdir o kəs, iblisi heyrətdə qoyub, doğulandan onu öz qəlbinə həsrətdə qoyub. Belə təqvası olan, layiq idi öndər ola, Xatəmül Ənbiyadan sonra gələn rəhbər ola. Bu qədirxum günüdür ki, buna diqqət yönəlib, Rəsulullaha o gün vəhy olunur, ayə gəlir. Sənə Rəbbin tərəfindən gələni təbliğ elə, bunu etməzsən əgər, hüccətin əskişdir hələ. Daha ətraflı baxın Maidə 67, üst tutub ümmətə məhbub-i bəşər ərz etdi. Mənə vacibdir qədirxumda yığıb ümmətimi, yeni rəhbər seçərək xətm edim öz hüccətimi. Aranızda iki şey, Qur'an ilə əhl-i beyt, sizə məndən bir əmanətdir deyə etdi qeyd. Dedi bunlar bilin ayrılmayacaq məhşərədək, bu əmanətdən uzaq düşməyə bir bəndə gərək. Məsələ başqa önəm kəsb eləyirdi bu səfər. Əliyə gör necə Peyğəmbərimiz verdi dəyər. Mən kimin rəhbəriyəmsə ona rəhbərdir Əli. Yəni məndən sonra siz ümmətə sərvərdir Əli. O mənim canişinimdir, mənə qardaşdır Əli. Bizə nisbətdir bu Musa ilə Harun məsəli. Yenə də üst tutaraq haqqın uca dərgahına, əl açıb xətmi Rəsul etdi dua Allahına. Əlini kim ki sevər, bəslə məhəbbət sən ona. Yox əgər düşmən olarsa, özün ol düşmən ona. Əhməd öz borcunu əda eyləməyə nail olur. Yeni bir ayə gəlir, Maidə 3 nazil olur. Allahın rəhmətinə bax, necə məth eylədi o. Sizə öz neymətimi mən tamam etdim dedi o. Hansı gündən Əli rəhbərliyin icra etdi, o xilafətdə ədalət evini inşa etdi. Nə zaman görsəydi xalqı şikayətdə Əli, olub adil həmişə hökmü qəzavətdə Əli. De görün varmı biri çatsın ədalətdə ona, nə də bir bənzər olan yoxdur səxavətdə ona. Rükû halında zəkat vermiş idi Həzrət Əli, Maidə 55-ə bax, bizə gör kimdir vəli. Əli tövhid kimi bir elmi nəzər mənbəyidir. Əli İslamda olan fikrin əsas mənşəyidir. Ən gözəl təfsir edən natiq Qur'andır Əli. Sahili olmayan hikmət dolu ümmandır Əli. Nə səadətdir bu Peyğəmbərə olmaq kürəkən, nə fəxarətdir bu Peyğəmbərə olmaq kürəkən. Buna rəğmən yenə də o hamıdan sadə idi. O Əli ki, hələ fitrətdən halalzadə idi. Nə qədər istəsə də ömr eləsin sakit həyat, yenə də xaricilər Həzrəti qoymurdu rahat. Onların vay halına doğru yola gəlmədilər. O imamət nurunun qədrini heç bilmədilər. O günü məzlum ağam Küfədə məsciddə idi. Qapılıb Rəbbinə hər kəsdən əlahiddə idi. Onu rəhmət dənizində elə bil yanğın alar, fəqət indi pozacaqdır sükutu fırtınalar. İbn-i Mülcəm deyə bir nanəcibin fikrinə bax. Lənətullahi əleyhin hələ bir məkrinə bax. Əyilib səcdə edərkən əlini yar elədi. Üzü dönmüş necə Zəhra ürəyin parələdi. Yıxılır ali hidayət sütunu, ah o zaman. Ağamız feyzə çatır mahi mübarək Ramazan. Hüseynlə Həsənin qəlbinə qəm hakim olur. Dəfn olarkən ona Cəbrail özü xadim olur. Cəm olub izdiham arxa, mələklər ön tərəfə, o yetimlər atasını dəfn eləyirlər Nəcəfə. İndi gəl fikrlərə gör, haləti Zeynəb necədir? O xanım Fatimənin qurduğu məktəb necədir? Necə olsun ürəyin dərd bürüyüb, qəm bürüyüb, acı həsrətlə dolan gözlərini nəm bürüyüb. Bu qədər mühnətə Zeynəb necə dözsün anasız? O günü qaldı bütün əhli müsəlman atasız. Sən bir öz saydığını say, o fələk gör nəşrayır. Bunu şaməhli duyarkən belə bir şayə yayır. Əli qılmazdı namaz, məscid ara, Heydər ara, əlinin qətli hara, mehrab ara, minbər ara. Bunu bilmirdimi bəs Şamdakı bədbəxt cəmahat? Əli haqqı ilədi hər an, əlisiz yoxdur nicat. O ki öz qatilinə qarşı nəzakətli olur, qoruyur haqqın onun, hər dəm ədalətli olur. Amma zalimlərə qarşı hər an üsyandaydı, bir ömür eşq ilə haqq uğruna meydandaydı. Kim ona iman edər, cənnət-i rizvan qazanar, kim onu inkar edər, nar-ı cəhənnəmdə yanar. Çox şükür Allaha ki, mən də tərəfdar Əliyəm, adam aslandır Əli eşqi ilə yar Əliyəm.
İnşallah edərəm mən onu sevməkdə davam. Dönər olsam ağamın haqqı mənə olsun aram.